Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli 15 nəfərin məhkəməsi davam etdirilir. Əməkdaşımız Südabə Cahangirli hazırda Bakı Hərbi Məhkəməsindədir. Açıq məhkəmə iclasından son məlumatları birbaşa bağlantıda ondan öyrənəcəyik. Buyurun, söz sizdədir, efirdəsiz. Hər vaxtınız xeyirli olsun. Ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Aray Karutunyan, Bakı Sakyan, Arkadiy Qukasyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin bugünkü iclasında iş üzrə keçən çoxsaylı sənədlərin sonuncu mərhələsi elan olunur. Həmin mərhələdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatına, kənd təsərrüfatına, ekologiyasına və digər sahələrə vurulmuş zərər üzrə müxtəlif sənədlər elan olunur. Sənədlərdə qeyd olunur ki, Ermənistanın Azərbaycanın 30 ilə yaxın bir müddətdə apardığı təcavüzkar müharibə və torpaqlarını işğal altında saxladığı zaman sərvətlərini talamaqla böyük məbləğdə qanunsuz yolla gəlir əldə edib. Azərbaycana isə xüsusilə külli miqdarda zərər vurub. Qeyd olunur ki, həmin sənədlərdə həmin vaxtı 30 illik müddətdə Azərbaycanın iqtisadiyyatı, həmin ərazilərdəki iqtisadiyyatı tamamilə dağıdılıb. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqları tamamilə dağıdılıb. Meşə örtüyü məhv olunub. Ekologiyasına ciddi şəkildə ziyan vurulub. Su ehtiyatlarından qanunsuz istifadə olunub. Və bütün bu cür istiqamətdə olan sənədlər bir məhkəmə prosesində elan olunur və tətbiq olunur. Azərbaycana vurulmuş zərər, ziyanla bağlı həm dövlətə, həm də ayrı-ayrı vətəndaşlara vurulmuş ziyanla bağlı sənədlər məhkəmə prosesində elan olunur, nümayiş etdirilir və tətbiq olunur. Məhkəmə prosesində eyni zamanda qeyd olunur ki, həmin sənədlər üzrə Azərbaycanın həmin vaxtı ərazilərinin böyük bir hissəsi minalarla çirkləndirilib və nəticədə uzun illər Azərbaycana zaman lazımdır və eyni zamanda vəsait lazımdır ki, həmin ərazilər minalardan təmizlənsin, həm təhlükədən, həm də minalardan təmizlənsin. Məhkəmə prosesində həmçinin həmin vaxtı Azərbaycana qarşı həm 1-ci Qarabağ müharibəsi, həm də 2-ci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edən, işğalçılıq siyasəti aparmaq üçün yaradılmış müxtəlif cinayətkar dəstələrlə, təşkilatlarla bağlı sənədlər elan olunur. Həmin sənədlərdə bir daha təsdiqini tapır ki, həmin qruplar, dəstələr, təşkilatların böyük əksəriyyəti o vaxt Ermənistanda yaradılıb və onun da rəhbərləri həm o vaxtlar, ondan sonraki dövrlərdə müxtəlif Ermənistanda vəzifə tutan şəxslər olublar. Məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilən şəxslər həm də müxtəlif vəsadətlərlə, onların həm özləri, həm də müdafiəçiləri müxtəlif vəsadətlərlə çıxış edirlər. Təbii ki, vəsadətlərin qanun çərçivəsində olanları təmin olunur. Açıq keçən iclasla bağlı, bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş materialımız, reportajımız olacaq ki, onda tamaşaçıları diqqətinə çatdırmağa çalışacaq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksində iclas davam edir və bizim çatdıracaqlarımız bu qədər deyərək söz yenidən mərkəzə studiya ötürürük. Təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. Hörmətli tamaşaçılar, Bakı Hərbi Məhkəmə kompleksindən birbaşa bağlantıda bizə son məlumatları çatdıran əməkdaşımız Südabə Cahangirli idi.